Gəncədən adam aparırsınız da ora. Uşaqları aparıb nə verdiniz? Böləyini kəsib satırdınız. Sosial mediada yayılan bu video geniş müzakirələrə səbəb olması ilə yanaşı, həm də bir məsələni gündəmə gətirdi. Söhbət orqan mafiyasından gedir. Həqiqətən ölkədə bu cinayətlə məşğul olan şəbəkə var. Gəncədən adam aparıbsan, oğruyub aparıbsanmı iş? Ha tərəfdən aparıbsan? Məktəbdən aparıbsan? Bu sorğu-sual edənin kimliyi və videonu nə üçün çəkdiyi naməlum olsa da, məlum olan bir şey var ki, şəxsin danışığı adamı heyrətə gətirir. Eləyib, börəyini satır, sonra da öldürdünüz. Neçə nəfəriniz qalıb bə? 3-4 nəfər vardı. Bu videoda diqqət çəkən məqam həm də odur ki, danışan oğlan uşaq oğurluğunu qadın paltarı geyinərək etdiyini bildirir. Lakin sosial mediada adam oğurluğu iddiası ilə yayılan qadın fotolarına görə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru Məhəmməd Rzayev açıqlama yayıb. O bildirib ki, iddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və 54 yaşlı həmin qadın polis orqanına dəvət edilib. Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq, ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə alınmasından ötürü Lənkəran rayonlararası psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib. Bu açıqlamadan belə məlum olur ki, yayılan videoda danışan oğlan və dindirilən qadın tamamilə ayrı adamlardır. Bu da ölkədə orqan mafiyası olduğu şübhəsini daha da gücləndirir. Videoda danışan oğlanın kimliyini aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov bildirdi ki, yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. İddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və həmin şəxs polis orqanına dəvət edilib. Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq, ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə alınmasından ötürü Gəncə şəhər psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib. Ölkədə hər il nə qədər insanın itməsi ilə bağlı rəsmi məlumat olmasa da, mətbuatda Dövlət Statistika Komitəsinə istinadən yer alan xəbərə görə 2019-cu ildə Azərbaycanda 904 nəfər itkin düşüb. Hüquq mühafizə orqanları onlardan 756 nəfərini tapıb, 150 nəfəri taliyi isə naməlum olaraq qalıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə isə dünyada 2024-cü ildə 56559 insan itkin düşüb ki, bu da son illərin ən yüksək göstəricisidir. Ölkədə indiyə kimi orqan mafiyası ilə bağlı sübut olunmuş fakt qeydə alınmasa da, adam oğurluğu halları baş verib. Onlardan ən məşhuru Hacı Məmmədov və onun komandası olub. Onlar Azərbaycanın ilk hərbi prokuroru Rövşən Əliyevi və qara polkovnik kimi tanınan Fəthullah Hüseynovu qətlə yetirib və Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanı oğurlayıblar. Azərbaycanın təhlükəsizlik orqanlarının 2005-ci il martın 10-da keçirdiyi qara kəmər əməliyyatı ilə həbs edilən dəstənin daha bir neçə insan oğurluğunda və qətlində əli olduğu məlum olub.